Bağışlayan ve mehriban Allah'ın adıyla. Əziz müsəlmanlar, Kəbə Allah'ın evidir. Əli əleyhissalam isə onun qapısıdır. Evə girmək istəyən hər bir şəxs mütləq qapıdan keçməlidir. Kəbə evi mərkəzi mövqe, coğrafi qiblə, bütün namazlarımızın kompas və istiqamətidir. Həzrəti Əli əleyhissalam isə mənəvi bir qiblə olaraq bütün kamillik yolunun göstəricisidir. Müminin Həzrəti Əli əleyhissalamla münasibəti Kəbənin müsəlman ilə olan münasibəti kimidir. Ona üz tutan faydalanar, ona üz çevirən isə faydadan məhrum qalar. Kəbə zaman üstü, forması dəyişməz, yalnız arada bəzənmələr mövcuddur. Həzrəti Əli əleyhissalam isə zamanla inkişaf edən, hər yaşda, hər zamanda insana yeni örnəklər və dərslər öyrədir. Kəbə Allah kitabının cildi, sərt, möhkəm və mühafiz. Həzrəti Əli əleyhissalam isə Allah kitabının təfsiri, müfəssir, izah edən və həyata keçirəndir. Həzrəti Əli əleyhissalam hər kəsə eyni həqiqəti, vilayət nurunun işığını paylayaraq onun dərk etdiyi qədərini verir. Kəbə ilə Həzrəti Əli əleyhissalamı fəlsəfi müqayisə etməli olsaq, belə nəticəyə gələrik ki, Kəbə maddi aləmin qibləsi, gözlə görülən, əl ilə toxunulan, zaman və məkanla bağlı bir müqəddəs yerdir. Amma Həzrəti Əli əleyhissalam isə ruhani aləmin qibləsi, qəlblə görülən, ağılla çizilən, fikir ilə anlaşılan, zaman və məkandan azad bir varlıq. Amma hər ikisinin ümumi bir hədəfi vardır. Hər ikisi vasitədir, hər ikisi hadidir, hər ikisi insanı Allaha yaxınlaşdırır. Xülasə əzizlərim, Kəbə bir bədəndir, Əli isə onun ruhudur. Bədən ruhsuz, ruh isə bədənsiz tam deyil, kamil deyil. Həqiqət budur ki, Kəbəni ziyarət edib də Əlinin xislətlərini və vilayətini qəbul etməyən şəxsin bədəni dolu, lakin ruhu boş bir məbəd kimi olur. Əgər Kəbə ilahi bir nöqtədirsə, Həzrəti Əli həmin nöqtədən başlayan sonsuz bir xəttdir. Əgər Kəbə Allahın imzasıdırsa, Həzrəti Əli həmin imzanın əllə yazılmış izahıdır. Əgər Kəbə kainatın ürəyidirsə, Həzrəti Əli əleyhissalam həmin ürəyin vuruşunun ölçüsüdür. Əzizlərim, bu gecə Kəbə evində dünyaya gəlmiş Həzrəti Əli əleyhissalamın mövludu münasibəti ilə hamınızın gözləriniz aydın olsun, bayramınız mübarək olsun.